Salam əziz izləyicilər, bugünkü avtomobilimiz W203 gövdəsində olan Mercedes-Benz avtomobilidir. Deməli, belə bir xəta kodu var ki, N64 ESP Yaw Rate Sensor Plausibility Error. Deməli, bu Yaw Rate sensordur. Bu sensor nə işə baxır? Avtomobilin üfüqi vəziyyətini görür. Şüşanın dönmə bucağı ilə bir yerdə işləyir. Yəni, avtomobildə bu xəta kodundan başqa problem nədədir? Avtomobil gedəndə sağ və yaxud da sol təkər başlayır öz-özünə tormozlamağa. Problem sensorun özündədir. İndi baxacaq görək nəyi var. Yəni o sensorda problem olanda avtomobil özündən asılı olmayaraq elə bilir ki, avtomobil burulur, yəni üfüqi vəziyyətdə. Ona görə də başlayır təkərləri bir-bir sıxıb buraxmağa. İndi biz onu açacağıq, sensoru dəyişəcəyik, ondan sonra da sizə göstərəcəyik. Deməli, sensor oradaydı, çıxardıb dəyişmişik. İndi bunu mütləq adaptasiya eləmək lazımdır. Adaptasiya da edib göstərəcəyik. Yaw Rate sensoru dəyişilibdir. İndi belə bir xəta kodu var. Road Test Active. İndi onu biz çalışacağıq adaptasiya eləmək. Yəni bunu dəyişməklə iş getmir. Bu adaptasiya olunmalıdır. İndi adaptasiyadan da sonra sizə göstərəcəyik. Sensorunu sıfırladıq. Orada yazılar necə eləmək lazımdır. İndi giririk xəta kodlarına. Heç bir xəta kodu yoxdur. Bir yanır ona görə ki, diaqnostikada. İndi çıxacaq. ABS və ESP söndü. Diaqnostikadan çıxmışıq. Deməli, avtomobildə problem Yaw Rate sensor idi. Sizdə də belə bir problem olsa, yaxınlaşa bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər.